İnsanları çox narahat eləyən məsələlərdən biri aşağı ətraflarda limfostazın olmasıdır. Limfostaz dedikdə limfa durğunluğu nəzərdə tutulur və limfa durğunluğu bəzən o dərəcəyə çatır ki, artıq insanların əmək qabiliyyətinə, həyat tərzinə çox ciddi təsir edir. Biz buna fil xəstəliyi deyirik. Yanayağın biri o birisindən dəfələrlə böyük olur, az qala vidrə boyda ölçülərə gəlib çatmış olur. Çox təəssüf ki, biz bunun hələ ki radikal müalicəsini icra edə bilmirik. Nəinki Azərbaycanda, eləcə də bütün dünyada bu radikal müalicə yoxdur. Amma əsas məsələ nədən ibarətdir? Onun inkişafının qarşısını almaq. Bunun üçün müəyyən tədbirlərə, yəni həm konservativ tədbirlərə, dərman preparatlarına, eyni zamanda kompression corablara ciddi ehtiyac yaranır və ən önəmlisi isə limfostaz olan xəstələrin vaxtında Doppler müayinəsindən keçmələri və əgər venoz problemlər varsa, o problem də aradan götürülməlidir. Belə olan halda biz onun qabağını almaqda daha böyük uğurlara nail ola bilərik. Odur ki, xahiş edirik, limfostaz yarandıqda müraciət edin və biz onun dediyim kimi inkişafının qarşısını almaq üçün müəyyən tədbirləri görək ki, sonra da siz böyük problemlərlə qarşılaşmayasınız. Sağ olun.